أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. ولله ملك السماوات والأرض والله على كل شيء قدير. إن في خلق السماوات والأرض واختلاف الليل والنهار لآيات لأولي الألباب. الذين يذكرون الله قياما وقعودا وعلى جنوبهم ويتفكرون في خلق السماوات والأرض ربنا ما خلقت هذا باطلا سبحانك فقنا عذاب النار. ربنا إنك من تدخل النار فقد أخزيته وما للظالمين من أنصار. ربنا إننا سمعنا مناديا ينادي للإيمان أن آمنوا بربكم فآمنا. ربنا فاغفر لنا ذنوبنا وكفر عنا سيئاتنا وتوفنا مع الأبرار. ربنا وآتنا ما وعدتنا على رسلك ولا تخزنا يوم القيامة إنك لا تخلف الميعاد. صدق الله العظيم. Çox dəyərli Minvər TV izləyənləri, Uca Allahın salamı, rəhməti, bərəkəti, məğfirəti cümləmizin üzərinə olsun inşallah. Növbəti bir Ramazan günündə, növbəti bir Ramazan söhbətləri verilişi ilə sizlərin qonağınızıq. Bugün
Ramazan və gənclər, dinin gənclər üzərində təsiri mövzusu ətrafında danışmaq üçün Ramazan söhbətlərimizin qonağı çox dəyərli ilahiyyatçımız Mehman Şəfiyevdir. Mehman müəllim, xoş gəlmisiniz, səfa gətirmisiniz. Necəsiz? Çox sağ olun Araz müəllim. Allah razı olsun, dəvətinizə görə təşəkkür edirik. Öz adımızdan, camiyyəmiz adından biz də Minbər televiziyasını və bütün Azərbaycan xalqını, müsəlman aləmini Ramazan ayının başlanması, Ramazan ayı münasibəti ilə təbrik edirik. Uca Allah xeyirlisi ilə Ramazan bayramına da ulaşmağı, çatmağı cümləmizə nəsib eləsin. İnşallah faydalanmağı cümləmizə nəsib eləsin Uca Allah. Mehman müəllim, gənc deyildikdə hansı yaş qrupunu nəzərdə tuta bilərik? Bugünkü mövzu mənə düşən mövzudur. Həqiqətən ən aktual mövzulardan biridir. Çünki insan həyatının ən önəmli yaş dönəmi gənclik yaş dönəmidir. Və bu yaş dönəmləri də bizim ümumi götürəsi olsaq 15-30 yaş arası götürülür gənclik dönəmi. Amma bir də var gənclik dönəmi, uşaqların uşaqlıq dönəmi, gənclik dönəmi, müdüriklik dönəmi var deyə bir mərhələ keçir. Gənclik dönəmi 15-30 yaş götürülsə də insan özünü hər zaman gənc hesab eləyir. Nə qədər yaşlaşsa da, nə qədər qocalsa da, nə qədər ömür geçsə də insan hər zaman gənc qalmağı düşünür və özünü gənc hesab edir. Və əslində hər dəfə kiməsə deyəndə ki, maşallah, yaşlı bir insana, gənc, qocasan, cavabı olur ki, özüm qoca ola bilərəm, amma ruhum cavandır. Demək ki, gənclik yaşı 15-30 yaş götürülsə də əsas məsələ ruhun gənc olması, ruhun cavan olması gərəkir. Çünki elə insan var ki, 15 və yaxud 30 yaşında olar, amma dünyanın bütün yükü onun çiyinlərində olduğundan dolayı özünü heç bir zaman gənc hesab edə bilməz. Amma elə insan var ki, yaşı 50-60 olar, hələ də özünü gənc hesab edir. Özünü insan gənc hesab etməsi üçün Araz müəllim, ruhun cavan olması gərəkir. Ruhun özünü gənc hesab etməsi gərəkir. Necə ola bilər ki, bu ruh cavan ruhun qalsın? cavan qalması, ruhun gənc qalması insanlara ziyan verəcək, insanları stresə salacaq, insanlara mənfi təsir göstərəcək hər bir şeydən uzaq durmalıdır ki, insan ruhu cavan olsun. İlk öncə Allah Quran-ı Kərimində qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar. Qəlbimizdə Allahın zikri olmalıdır, Allahın adı olmalıdır. Pis və mənfi hər bir şeydən uzaq durmalı, ruhumuzu Allahla, dinlə, imanla, əxlaqla, təlimlə, tərbiyə ilə cavan saxlamalıyıq ki, bu həyatımız da cavan və gənc şəkildə davam edə bilsin deyə. Bəs bu dediyimiz bir gözəl söz var. Siz də yəqin ki, eşitmişsiniz bunu. Deyir, gənclikdə ibadətə, bu dediyiniz zikrə, Allahı xatırlamağa başlamaq sevgidəndir. Qocalıqda isə qorxudandır. Həqiqətən bu söz çox əhəmiyyət kəsb edir bizim həyatımızda ki, gənclik dönəmində bu ibadətə yönəlmək, o sizin dediyiniz kimi bu streslərdən, qayğılardan necə olacaq, nətər olacaq fikirlərindən rahatlanmaq üçün Allaha buraxmaq ən gözəlidir. Və bu Allaha buraxmaq da bir növ ibadətdir həqiqətən. Ki, mən Allah-u Teala'dan arxayınam, mənim işlərimi ona həvalə etmişəm, ona təvəkkül etmişəm. Məhz qocalığa çatandan sonra da artıq yavaş-yavaş hər bir insan hiss edir ki, mən artıq gedəcəkdəyəm. Bu sevgi haqqında danışmaq istərdik ki, bu gənclikdəki Allaha olan sevginin, Allaha olan məhəbbətin önəmi haqqında biraz danışmağınızı istərdik. Araz müəllim, demək ki, insanlara elə gənc yaşdan əsas məsələ bir növ ailəsinin də gözəl olması, gənc olması lazımdır ki, ruhən gənc olması lazımdır ki, evladlarını o gözəl tərbiyə ilə, o gözəl sevgi ilə böyütsünlər. Allah sevgisini ilk öncə ailədən götürə bilsinlər ki, yaşlaşdıqca, böyüdükcə onların verdiyi sevgini, Allah sevgisi varsa bir insanın qəlbində, ataya da qarşı sevgi olacaq, anaya da, vətənə də, torpağa da, hər bir şeyə, dövlətə də, ölkəyə də qarşı sevgisi olacaqdır. Və bu sevgi ilk öncə Allah sevgisi ilə başlayır. Bu sevgini ailə verdiyi zaman, ata-ana bu sevgini evladına tam şəkildə verdiyi zaman artıq bu gənc püxtələşmiş və
müdrik bir gənc halına gəlir əziz qardaşım mənim. Ona görə də hədislərin birində 7 qrup insan var ki, Allahın arşı altında olacaqdır. Onlardan biri də ən diqqətimizi çəkənlərindən biri də gəncliyini Allahın evində məscidlərə həsr etmiş bir insan həyatından gedir. Niyə belə? Çünki bugün gördüyümüz kimi Allah qorusun, gəncliyimiz həqiqətən bir uçurumdadır. Bunu hər birimiz görürük, hər birimiz hiss edirik. Bugünkü gündə nə qədər gediləsi yerlər olduğu halda, təbii ki, Allahın istəmədiyi yerlər olduğu halda, insanı harama, günaha sürükləyən yerlər olduğu halda bir gənc əlinin arxası ilə hamısını kənara atıb Allaha doğru gedərsə, Allahın evinə doğru gedərsə və ya əxlaqını, təlimini, tərbiyəsini tam gözəl şəkildə eləyərsə, o gözəl və müdrik bir gənc olacaqdır. Və ondan dünyaya gələn evladlar, onun ailəsi həqiqətən sevginin tam simvolu olacaqdır. Əsas məsələlərdən biri budur ki, sevginin elə tam simvolu elə gənc yaşdan, körpə yaşdan başlayır ki, bunu verməkdən, bu sevgini verməkdən başlayır. Allah Rəsul Həzrəti Muhammed Aleyhisselamın yanına bir ana uşağını gətirərək evladına tərbiyə verməsi haqqında tövsiyə edir. Buna nə cür tərbiyə verim? Allah Rəsulü dünyaya nə vaxt gəlib evladın? 2 gün öncə deyir, gecikmisən deyir. Yəni, ilk andan tərbiyə vermək lazımdır. Halalı ilə halal süt verilməsi nədən gəlir? Halal qazanc verilməsi hər biri sevginin simvoludur. Nə yazıq ki, hər dəfə xatırladırıq, bugün gənclərimizi görürük, əlhamdülillah, çox gözəl bir şəkildə dininə sadiq olan, əxlaqına sadiq olan, təliminə sadiq olan, tərbiyəsinə sadiq olan gənclərimiz var, yetərincə var. Amma bunun əksi olaraq dinindən uzaqlaşan, həqiqətən əxlaq, təlim, tərbiyə metodlarını həqiqətən çeynəyib atan nə yazıq ki, gənclərimiz də vardır. Bəs bu Ramazan həqiqətən çox bərəkətli bir aydır. Burada Ramazanda bizlərin də üstümüzə düşən vəzifələr var. Bunlardan biri də məhz gəncliyimizə yönəlik hansı işlər görə bilərik deyə bir sual ortaya qoyub, onun cavabını axtarıb, tapıb, o cavaba uyğun olaraq işlər görmək lazımdır deyə düşünürəm. İzləyicilərimiz də yəqin ki, bu şəkildə düşünürlər. Nələr eləyə bilərik gənclərimizə yönəlik məhz Ramazan ayında? Ramazan ayı əslində fürsətdir. O qədər gözəl bir fürsətdir ki, həm gənclər üçün, həm biz üçün, yaşımız qoca olsa da özümüzü gənc hesab edən müəllimlər üçün, bizim üçün, hər kəs üçün Ramazan ayı fürsətdir. Nə baxımdan fürsətdir? Həm gənclərə qarşı ünsiyyətimiz, həm insan qazanmaq, həm sevdiklərimizi yenidən qazanmaq, günahlarımızı düşünərək tövbə istiğfar etmək üçün bir fürsətdir. Ramazanda mənim biraz təbəssüm olsun Yaras müəllim. Ramazan-ı Şərifdə başıma gələn bir hadisə var. İndi izləyicilərimiz üçün ümid edirəm ki, maraqlı bir hadisə olar, biraz təbəssüm olar üzlərində. Hardasa 8-10 il olar bunun söhbətidir. Çünki Ramazan ayı səhv etmirəmsə, iyul ayının axırı, avqustun əvvəlinə düşən vaxtlarda idi. İstilərin ən çox, ən qızğın olduğu vaxt idi ki, bir ara orada oruç tutarkən dodaqlarımızın quruduğu bir vaxt idi. Kəndlərin birinə məclisə getmişəm. Demək, 63-64 yaşlarında bir ağsaqqal var. O da həyatında ilk dəfə, birinci dəfədir ki, oruç tutubdu. Bu oruç tutduğu gün də gəlib bu isti vaxtın ən dəhşət gününə düşübdü. Demək, mən məclisdəyəm, oturmuşam məclisdə və Ramazan ayı haqqında vaz verirəm insanlara. Birazdan oruc açılacaqdı, iftar olacaqdı. Başda oturmuşam. Qurana olan hörmətdən dolayı həmişə başda otuzdururlar bizi. Və sağımda da o ağsaqqal oturub, oruç tutanlar biraz qabaqda oturur deyə. Və ağsaqqal belə eləyə qalıb ki, bir oruc açılsaydı düşüncəsi var. Və mən anladıram ki, oruçluğun iki sevinci var ki, onlardan biri hədisdə Peyğəmbərimizin orucu açarkəndir, digəri də orucun mükafatını qiyamət günü Allah verincədir. Və Peyğəmbərimiz digər bir hədisdə buyurur ki, oruc açılarkən edilən dua qəbul olur. Bacarın oruc açılarkən çoxlu dua edin. Bu ağsaqqal da bu istidə o qədər çətin tutub ki, bu orucu. Ha istəyir ki, tez bir zamanda oruc açılsın. Əzanın vaxtı çatdı. Mən Bismillah buyurub orucumuzu açarıq dediyim zaman ağsaqqalın dediyi söz hər birimizə təbəssüm gəldi. Götürdü suyu içərkən dedi ki, Allahım, bu günü mənim tariximə yazma dedi.
O kadar suslayıb ki adam əslində 64 yaşında tarixine yazılacak en güzel günlerden biriydi bugün. Adam dedi ki Allah'ım bu günü benim tarixime yazma. İnşallah ki onun demək istədiyi tam fərqli bir formattır. Yəni o təbii ki susuzluqdan deyibdi ama Allah'ın izniyle onu savab olarak o insanın tarixine yazar. Ve biz gənclərlə nə edə bilərik? Biz öz praktikamıza uyğun deyək. Ramazan şərif gəldiyi zaman xeyirsever insanlar olur. Bəzən ərzaq yardım edən insanlar olur, iftar verən insanlar olur. Bu işlərə ərzaq paylayarkən və yaxud iftar verərkən gənclərin də qatılmasını təmin etmək lazımdır ki, onlar da bu işlərlə böyüsünlər, xeyirsever olaraq böyüsünlər. Yəni ən gözəl budur ki, xeyirsever olaraq böyüsünlər. Bir qapıya gedirsənsə, qarşında 2-3 dənə bir gənclə getmən lazımdır. Hətta çoxalda da bilərsən ki, o aparacağınız ərzaqın bir tərəfindən onlar da tutsunlar və bu sevgini görsünlər. Orada o insanların, getdiyin qapıda olan insanların və yaxud ananın, bacının, uşaqların, ağsaqqalın, xəstənin o sən apardığın bir ərzaqda gördüyü zaman o sevinci o görsün, o gəncə toxunacaqdır, gəncləri heylə qazanacaq. Və Ramazanda iftar vermək, nə gözəl bir duyğu. İftar verdiyimiz zaman əsas məsələ o gəncləri dəvət etməmiz gərəkir. Çünki bugün gənclərimizi qurtarmaq lazımdır. Bizim gələcəyimiz onlardır. Bizim hər bir şeyimiz gənclərimizdir. Onları qurtardığımız zaman biz bir cəmiyyəti qurtaracağıq. Ona görə iftarlara onları çağırmaq lazımdır. Hətta iftar öncəsi yemək hazırlayarkən çörək hazırlayırsan, nə bilim, yeyəcək salatları hazırlayırsan, onları gənclərlə etməmiz lazımdır ki, qoy onlar mənfi işlərdən uzaq durub, qoy bu xeyir işə gəlsinlər və etdiyimiz zaman anlatmalıyıq ki, Ramazanda etdiyimiz bu işdən dolayı Allah 70 və ya 700 misli savab verir etdiyimiz hər bir işə. Və əsas məsələ Ramazandan sonra da bu xeyir işlərə davam etməmiz gərəkir ki, etdiyimiz o işlər savab olaraq əməl dəftərimizə yazılsın. Yəni gəncləri xeyir işlərə təşviq etmək lazımdır. Gəncləri ən gözəl işlərə yönləndirmək lazımdır. Əsas məsələlərdən digər biri də onları Ramazan boyu başda özümüz olmaqla telefon, sosial şəbəkələrdən az istifadə edərək dərs oxuyan varsa, əsasən dərslərinə yönləndirmələri, çünki qarşıda gənclərimizin imtahan vermə prosesləri var. Dərslərini oxumaları, elmli, savadlı, əxlaqlı gənclərin olması üçün çalışmalıyıq. Bir də telefon və sosial şəbəkələrdən başda özümüz olmaqla uzaq durmalıyıq ki, qoy həyatımız illa da bunun üzərində qurulmasın. Bugün nə yazıq ki, həm gənclərimiz, həm ağsaqqallarımız, həm nə bilim, ağbirçəklərimiz fərq eləmir. İnsanların çoxusu artıq həyatını sosial şəbəkəyə gətirdilər, əziz qardaş. Bugün evimizdə çörəyimiz olmazsa, bir tay un lazımdırsa, biz bir də internetimizin vaxtı bitibsə, nə yazıq ki, unu almır, anında internetin yükləyirik ki, qoy internetimiz olsun. Çünki bir qida kimi, bir çörək kimi gəlib, o bizim artıq vücudumuza, bütün bədənimizi əsir aldı. Nə xoşbəxt o insana ki, bu Ramazanı fürsət bilib, internet dediyimiz, sosial şəbəkə dediyimiz bu işlərdən, yəni gözəl şəkildə istifadə edə bilsin. Biz bugün danışırıq, sual verərlər ki, zaten siz danışırsınız, biz sizi sosial şəbəkədə dinləyirik. Çox gözəl. Söhbət bizdən getmir. Dinləyəcəyiniz hər kəsi gözəl şəkildə dinləməyə çalışmağımız lazımdır. Bizi və ailəmizi, sevdiklərimizi, bizi uçuruma aparacaq, bizim mənəviyyatımızı, şəxsiyyətimizi korlayacaq, əxlaqımızı pozacaq hər bir şeydən uzaq durmalıyıq ki, gələcəyimiz yaxşı olsun. Yoxsa Allah qorusun, məhv olmuş bir gəncliyimiz olacaqdır. Peyğəmbərimiz Aleyhisselam qocalıqda ikən gəncliyinin, qocalmadan öncə gəncliyinin qədrini bildirir. Və Allah Rəsulunun həyatına baxırıq ki, Allah Rəsulu 40 yaşdan sonra müdrikləşdi, mükəmməlləşdi. Nə baxımdan? Çünki Allah ona 40 yaşında peyğəmbərlik verdi. 40 yaşına qədər hazırladı Allah Rəsulunu. Və baxaq ki, Peyğəmbərimizin peyğəmbərlik gəlmədən öncə həyatı nətər idi? Gənclik dönəmində deyək. Həyatı nətər idi Allah Rəsulunun həyatı? Bax, Araz müəllim, ən önəmli şey budur. Biz hər zaman Peyğəmbərimizə peyğəmbərlikdən sonraki həyatını danışırıq. Amma bir əsas nüansı unuduruq. Peyğəmbərimizə peyğəmbərlik verilmədən öncə onun bir həyatı vardır. O bilirsiniz nə idir? Qazandığı bir ad var idi. Muhammedül Əmin. Etibar ediləcək, güvəniləcək bir şəxs.
Və bugün gənclərimizin üzərinə düşən, hər birimizin, bizim evlatlarımızın da, sevdiklərimizin də üzərinə düşən etibar ediləcək gənc ola bilməkdir. Güvəniləcək gənc ola bilməkdir. Bax, əsas məsələ budur. Qohumumuz, qonşumuz, atamız, anamız bizə nə qədər güvənir. Bizi bir yerə göndərdiyi zaman nə qədər biz o güvənirlər bizə artıq. Bir gənc ki, güvəniləcək gənc oldusa, artıq onun üçün həyat gözəl olacaqdır. Çünki Allah Rəsulun həyatında görürük, qardaş bunu. O 40 yaşına qədər hər kəs, kafirlər belə, Peyğəmbərimizə inanmayan insanlar belə ona güvəndilər. Hətta əmanətlərini ona Bəli, əmanətlərini Allah Rəsuluna verirdi. Həzrət Əli sonradan. Nə gözəl. Yəni, gənclərlə işləmək, baxdığımız zaman sahabə-i kiramın həyatına, bəzən elə sahabələrin adını eşidirik ki, bunları biz əslində 50-60 yaşında bilirik, amma baxırıq ki, 13, 15, 17, 18, 19, 20 yaşında gənclərdilər. Və bugün eyni ilə bizim Qarabağ müharibəsində, 2-ci Vətən müharibəsi və ya 1-ci Vətən müharibəsi, 20 yanvardan bu günə qədər olan müharibələrimizdə, döyüşlərimizdə baxırıq baş daşlarına gedib gördüyümüz zaman və ya həyatlarına baxdığımız zaman şəhidlərimizin çoxusu gənclərimizdir. Gözünü qırpmadan, əlhamdülillah, nə gözəl yetişdirilmiş gənclərdir ki, gözünü qırpmadan canlı qanlı fəda etdilər. Qazilərimizdir, vuruşan oğullarımızdır. Demək ki, bu əxlaq, bu təlim, bu tərbiyə şükür Allaha ki, hələ bizim bu məmləkətdə var. Bizim torpaqlarımızda var. Allah davamlı eləsin inşallah. Qoy belə vətənsevər, hər birimizin arzusu vətənsevər gənclərimizin olmasıdır. Qoy vətəni sevsin. Çünki bizə Peyğəmbərimiz vətəni sevmək imandandır buyurur. Nə gözəl bir duyğu. Gənclərimiz vətənini sevərsə, vətəninə bağlı olarsa, güvəniləcək biri olarsa, o zaman bizim gələcəyimiz yaxşıdır. Allah sizdən razı olsun. Cümləmizdən. Çox dəyərli fikirlər söylədiniz. Gönül istəyər ki, dayanmadan sizi saatlarca dinləyək. Həm biz, həm izləyicilərimiz. Son olaraq gənclərimizə hansı tövsiyələri edək? Nə gözəl. Bizim Minbər televiziyasının kanalından və bizi izləyən hər kəsə, əziz gənclərimizə ən gözəl tövsiyələrimizdən biri odur ki, bizim Peyğəmbərimiz və ya dinimiz, bizim böyüklərimiz, atamız, anamız bizdən nə cür gənc olmağı istəyir. Onlar bizdən istədiyi, Allahın istədiyi şəkildə bir gənc olmaqdır. Allahın istədiyi şəkildə gənc nədir? Haram olacaq. Sizi mənfi işlərə sürükləyəcək, sizi pis vərdişlərə yükləyəcək hər bir şeydən uzaq durmanızdır. Ana, ataya qarşı Qur'an-ı Kərimin əmri olan of belə demədən gözəl şəkildə davranmağımızdır. Dosta, tanışa, müəllimə qarşı gözəl şəkildə davranmağımızdır. Böyüklərə qarşı gözəl şəkildə davranmağımızdır. Kiçiklərə qarşı mərhəmət etməyimizdir. Bəşəriyyətdə olan bütün varlıqlara, heyvanından tutmuş hər birinə qarşı gözəl şəkildə davranmağımızdır. Mükəmməl bir insan olmağımızdır. Ən əsaslarından biri, ən başlıcaqlarından biri can Azərbaycanımızı, vətənimizi göz bəbəyimiz kimi qorumalı, göz bəbəyimiz kimi sevməliyik. Heç bir düşmən addımını bizim torpaqlarımıza basılmasını qoymamalıyıq. Gəlin Allah üçün bir-birimizi sevəyin, dost olağın, qardaş olağın. Bu Ramazan-ı Şərifi fürsət bilib bütün pis vərdişlərdən, nə ki mənfi işlərimiz var, tövbə edib bir kənara qoyub həyatımızda gözəl, yeni bir səhifə açmağa çalışaq. Allah'a amanat olun. Allah sizi qorusun. Allah sizinlə bərabər olsun, əziz gənclərimiz. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Muhammeden Resulullah. Hayy alel salah.
حي على الصلاة حي على الفلاح حي على الفلاح الله أكبر الله أكبر لا